Yapon adaları Asiyanın şərq hissəsində Sakit Okean litosfer tavası ilə Avrasiya litosfer tavasının subduksiya zonasında yerləşir və fəal seysmikliyi ilə seçilir. Yapon adaları bir neçə adaların birləşməsindən yaranmışdır. Burada olan böyük adalar əsasən materik mənşəli, digər kiçik adalar isə vulkanik mənşəlidir. Böyük adalardan şimalda Hokkaydo adası, həmçinin paytaxt şəhərinin yerləşdiyi Hönsu adası, Kyushu və Shikoku adaları ən iri adaları hesab edilir. Yapon adalarında olan məşhur vulkanlardan Honshu adasında, yəni paytaxtla eyni adada yerləşən Fudziyama vulkanını və Kyushu adasında yerləşən Aso vulkanını deyə bilərik. Bu vulkanlar strato vulkanlar hesab edilir. Yapon adaları mülayim işıqlanma qurşağında yerləşir və iki iqlim qurşağındadır. Cənub hissə, yəni Kyushu, Shikoku adaları və Honshu adasının cənubu subtropik musson, şimalı isə mülayim musson iqlim qurşağında yerləşir və həmçinin paytaxt Tokyo şəhəri də subtropik musson iqlim tipində yerləşir. Adalar bir neçə boğazlarla bir-birlərindən ayrılırlar. Hokkaydo adasını Sakhalin adasından Laperus boğazı, Kuril adalarından isə Kunaşir boğazı ayırır. Həmçinin Hokkaydo ilə Honshu arasında Sangar boğazı yerləşir. Həmçinin Yapon adalarını Koreya yarımadasından Koreya boğazı ayırır. Şərq hissəsində isə isti Kurisyo cərəyanı keçir.